150 mindən çox sürülmüş Kia Sorento'dur, dizel 2016 model. İndi deyəcəksiniz ki, motoru nə üçün düşürdünüz, nə probeqi vardı ki bunun? Sona qədər izləyin videonu, hamısını izah eləyəcəm. Deməli, bunlarda hansı ki 150-200 mindən sonra qulluqlar vardı ki, misal sepi dəyişilməlidir, hava sistemi təmizlənməlidir, korobkan yağı dəyişilməlidir. Bunları da öz vaxtında eləməyəndə ayrı-ayrı, misal üçün bir dəfə gedib korobkan yağını dəyişirlər, nə bilim başqa bir ustada hava sistemini təmizləyirlər, biraz keçir sepi səs eləyəndən sonra sepi dəyişirlər. Amma biz bu işi bir gün içində görürük, bütün işləri görülür. Həm ideal iş olur, motor düşmüşkən motorun içi çöldə tərtəmiz təmizlənir. Videoda özünüz görəcəksiniz həqiqətən fərqini. Gedir birinci növbədə korobka ustamızın yanına, korobka sökülür, sonra motor gedir təmizlənməyə, hava sistemi gedir peçə. Bir gün içində bütün işləri görülür. Hansı ki bu işləri vaxtında görməyəndə izah eləyim nə olur. Bax, korobkanın yağını 150-200 min sürüb 200 mindən sonra dəyişməyəndə yanır və nəticədə nə olur? Vurmalar başlayır. Artıq onda da dəyişəndə gec olur. Yağını dəyişsən davleniya güclü olur, daha da böyük problem yaranır. Bax, hava sistemi görünə gündədir. Bunu bu cür sürəndə vurur, yegeri xarab eləyir, zaslonkanı xarab eləyir. 140 manata hava sistemi təmizlənir. Ümumi qulluq olunanda heç də paket şəklində hamısı təmizlənir, salniklə kimi dəyişilir. Sabah əlavə rasxodlar çıxır. Sep qırılır, misal üçün vurur başmaqları, ondan sonra stəkanları zadı sındırır, klaçokları xarab eləyir, motora ziyanı ola bilər. Onun üçün biz bu işi bir gün içində, indi kimsə deyir ki, ustalarda qalmayayım, həm də sərfəli olsun, bu cür ideal iş olsun. Görürsünüz, bir günə səhər gətirir, axşama təhvil verir, 100 mində garanti veririk. Bütün hər şeydə salnikləri, şaybası, sepi, başmağı, germetkası hamısı orijinalından yenisi ilə əvəz olunur. Motorun təmizliyini də göstər göz qabağına bax. Yəni ümumi qulluq olanda bu cürlə motor da təmizlənir, içi də təmizlənir, çölü də. Olur təzə. Təzədən elə bil ki, sıfır alıbsan da maşını. Daha üstündə sepi dəyişəndə istər-istəməz motorun için təmizləyirsən və hava sistemini təmizləyəndə klapanların yeri təmizlənir, aşağıları kirli qalır. Və əsas məsələsi də elə də həm xərci də çox çıxır, həm də ki ayrı-ayrı günlərdə ayrı-ayrı, yəni vaxtların gedir. Vaxt çox gedir. Amma bu cür bir gün içində görüləndə iş ideal iş olur. Yəni hər şeydə göz qabağında. Müştəri özü durub baxsa da olar. Olmayanda da videosunu çəkirik, onsuz da paylaşmaq üçün müştəriyə göndəririk. Bax, görürsünüz, sepi, başmağı, proklatkası, farsunka şaybası, qabaq salniki, germetkası, sep başmaq komplekt görürsünüz. Motorun içi çölü təmizlənir, hava sisteminə kimi peşdə yolur, korobkanın yağı, filtri, qranat salnikləri hamısı bizdəndir və kollektorun salnikinə kimi bizdəndir. Görürsünüz nə cür təmizlənib, süsü öz aparatı ilə təmizlənir. Bir də motor yağı əlavədir, qalan hər şeyi xərci 1200 manata başa gəlir və bir günə.